Fərhad öz qoçuları ilə bizi qorxudur, hədələyir. Öz qoçularını bizim üstümüzə yollayır. Bu nə deməkdir? Hansı zamanıdır? Xahiş edirəm, bu Fərhadın öz başınalığına son qoysun. Mənim abunə kodumu verilsin. Bu nə deməkdir? Hər dinlənəndə də cənab prezident, cənab İlqar müəllim öz qoçularını üstümüzə yollayır, bizi hədələyir. Dünən məni təhqir elədilər. Vətəndaşı su üzünə həsrət qoyan Şirvan Su İdarəsi. Su xətti, sayğacı var, amma vətəndaşa abunəçi kodu verilmir. Bunları media qrupumuza bildirən Şirvan şəhər Şəhid Elnur Qarayev küçəsinin sakini Zahidov İlqar Qaroğlu onu da bildirir ki, Şirvan şəhər Su İdarəsinin rəisi özünün qoçu kimi aparır. Üstümə adam göndərir. Özünü vətəndaşın xidmətçisi kimi aparmır. Şikayətçi onu da iddia edir ki, idarənin əməkdaşı Fərhad müəllim ona abunəçi kodu vermir. Daha ətraflı vətəndaşın özündən eşidək. Qarşı tərəfi dinləməyə hazırıq. Mən Şirvan şəhər sakini Gülbala Şıxbalov küçəsi döngə bir ev 7-də yaşayan Zahidov İlqar Qaroğludur. 2024-cü ilin oktyabr ayıydı. Getdim Vadakanal idarəsinə. Mənə dedim ki, mənə Abdeniz su linası, Abdeniz şotçuk qoyun. Dedilər ki, sənin adında bu qədər borc var. Dedim, mən o borcu ödəyəcəm. O borcu ödəyəcəm. Vadakanal mənə gətirdi, şotçuk qoydu. Mən onların verdiyi, dedikləri qalıq borcunu ödədim. Mənə dedilər, yanvar ayında sənin 2025-in yanvar ayında sənin adı nədir? Abunə kodu verəcək. Orada Pərvanə xanım var. Ona ünvanladılar. Pərvanə xanım da dedi ki, yanvarda gəl ödəyəcək. Sonra gəl dedi, martda gəl. Getdim olmadı. Sonra getdi. Dedilər, bir dəfə gəldim gördüm suyu kəsiblər. Qışqırbağa getdim Fərhad müəllim yerinə. Sağ olsun Pərvanə xanım. Pərvanə xanım deyəndə ki, bu daimi pul ödəyicisidir. Ödəyir pulu. Niyə bunun Fərhad müəllim? Cənab icra başçısı, cənab İlqar müəllim. Allah, mənim ailəm var, uşağım var. Mən adımı bir dənə çöp də yoxdur. Mən evimin, ata evinin yarısında qaz mənim adıma, işıq mənim adıma, kağız gəlir, verirəm. Hər şey mənim adıma. Fərhad məni, İlqar müəllim, Fərhad məni fırlayır, abunə kodumu vermir. Abunə kodumu versin, mən bilim ki, hara ödəyirəm. Bir evdə biz 7 başı ailəyik. Oğlanlarım işləmir, yoldaşım onkoloji xəstədir, özüm şəkər xəstəsiyəm. Nəvəm autizm xəstəsidir. Biz bilmirik ki, oğlum işləmir, o 2 evladımın ikisi də işləmir. Biz bilmirik ki, aldığımız bununla bilmirik, dəva dərman alaq, bilmirik ailəmizi, kommunal xərclərini ödəyək, evimizə yemək alaq. Cənab prezident, mənim oğlum aprel döyüşlərinin iştirakçıdır. Kəlbəcər rayonunda aprel döyüşlər vaxtı Kəlbəcərdə olub. Mənim suyumu kəsiblər. Mənim oğlum, mənim evladlarıma iş yoxdur ki, işləyəcəm. Mən nə ilə ödəyim? Bu saat susuz qalmışıq. Xahiş edirəm, artıq dərəcədə mənə kömək eləyəsiniz.